Pəri tək qızların yaraşığısan, Gülşah xanımların zər işığısan. Harda gözəlliyi var, sən naxışısan, rəngləri könlünə düzüb Kəlağay. Şəkidə yerləşən Kəlağayı emalatxanaları bugün də milli irsimizi yaşadır. Burada ustalar ipək parçanı xüsusi üsullarla boyayaraq üzərinə ənənəvi naxışlar əkk edirlər. Hər bir Kəlağayı özündə həm zəhməti, həm də Azərbaycan mədəniyyətinin incəliklərini əks etdirir. Şəkidə Kəlağayı sənəti dedikdə ilk yada düşən ünvanlardan biri Əmiraslan ustanın emalatxanasıdır. Ulu sənətimizdir, atam da davamçı olub. Atamdan qabaqçı babalar, bizim babalarımız ipəkçi olublar. Mən də 14-15 yaşımda olan vaxtdan burada çalışmışam. Kəlağayı haqqında, toxuculuq haqqında, boyanma, bəzək vurulma haqqında hamısını atamın rəhbərliyi ilə bütün yaşlı sənətkarlardan mən dərs almışam. Əmiraslan usta bildirir ki, bir Kəlağayının hazırlanması bəzən 2 həftəyə qədər vaxt aparır. Sarağanın suyu bu rəngdir. Boyanır, gəlir, qurudulur, həmən rəngdən bir dənə gül götürülür. Hər yerdə var, haşiyəsində, səhbəsində. Sonra gedir, başqa bir boyaqda rəng dəyişilir. Olur kariçni rəng. Kariçnidən də buradan gül götürüldü, qurudulandan sonra haşiyədən də, səhbələrdən də. 4-cü dəfə gedir başqa boyaqda, həmən rənglər hamısı yağın altında onlar qalır, onlar dəyişilmir. Yağın altında qalmayan fon hissə olur axırıncı rəngdir, soğan rəngi. Məsələn, o altı rəngli Kəlağayı ki deyirəm, onu mən zakaz olub işləyəsi olsam, ayda ondan mən 5 dənə ancaq işləyə bilərəm. Onun çox işi uzundur, onun bir dənəsi 10 günə, 15 günə əmələ gəlir. Kəlağayını dəyərli edən əsas amillərdən biri onun boyanmasında istifadə olunan təbii boyalardır. Bu boyalar qırmızı kitaba düşmüş sarağan ağacının kəpəyindən hazırlanır. Bu ağac da yalnız Qax, Şəki, Oğuz rayonlarının meşələrində yayılıb. Sarağan ağacı ki dediyim ağac var, onun ən təbii suyu bu rəngdir. Bunsuz Kəlağayının boyanması qeyri-mümkündür. Sarağan ağacı bütün rənglərdə istifadə olunur. Rəngi dəyişir. Və burada görürsünüz, malinovi rəng deyirik biz buna. Sarağanın suyu bunu çevirir, olur, eləyir bardovu qırmızı. Sonra bu qara rəng Kəlağayıda yoxdur. Fioletovi, bənövşə rəngini sarağanın suyu çevirir, eləyir qara. Usta həmçinin qeyd edir ki, 8 rəngdən ibarət xüsusi Kəlağayı yalnız onun emalatxanasında hazırlanır və satışda mövcud deyil. Bu gördüyünüz Kəlağayı 8 rəngli Kəlağayıdır. Bundan ancaq bizim istehsalatda var. Bunu bizim rəhmətlik ustalarımız, bir də atam rəhmətlikdən qalma yadigardır. Bunu indi boyaya biləsi sənətkar yoxdur. Emalatxanada həmçinin 200 illik tarixə malik günümüzə cəmi bir ədəd gəlib çatan Heyratı qəlibi də qorunur. Ən çətin Kəlağayının işi güllənməsidir. Bura çox dəqiqlik, düzlük, simmetrik hərəkətlər olmalıdır. Qəlib yağa batırılanda ancaq qəlibin alt hissəsi yağa batmalıdır. Üstü batmalı deyil. Üstü batırsa deməli gül vuran pintidir. Bu qaydada. Əsl ənənəvi Azərbaycan Kəlağayısı 100% təbii ipəkdən hazırlandığı üçün çox nazik və zərif olur. Bu səbəbdən də üzüyün içindən rahatlıqla keçir. Bu onun həqiqi və yüksək keyfiyyətli ipəkdən olduğunu göstərən əsas əlamətlərdən biridir. Şəki ipəyinin bu gözəlliyi qadın simasına da xüsusi bir gözəllik qatır. Emalatxana ayda 500-ə qədər Kəlağayı istehsal etmək gücünə malikdir. Lakin son illərdə tələbatın azalması səbəbindən bəzi aylarda istehsal 50-100 ədəd arasında dəyişir. Kəlağayların qiyməti isə 80 manatdan başlayır, 1000 manata qədər yüksəlir.